Hamınıza salamlar, bilmem gördüğünüz kimi təzədən Brawl Stars'dayım. Bu günlərim Brawl Stars'da klub arkadaşlarımın ən yüksək kupalı xarakterinə dönüşürəm. Və əgər ilk turda girənməsəm və uduzmuş sayılam, amma mən obçi pulu, obçi pulu youtuberlar kimi belə oyuna pul yatıranmalığım üçün, yəni sadəcə uduzmuş sayılam. İndi ilk öncə 100.000 kupalı oyuncumuzun başlayırıq. Ayda Nori gəldi. Yapma ya. Nori mənlərə ikinci prestijdir, amma yəni neyəyə bilərəm. Da girib bitəri ilk 4-də girməliyik. Bastım. Və gördüyünüz kimi dostlar, maçımıza başladıq. Oyunda məni öldürə biləcək. Yəni Bibi ilə Stalnova'dan başqa, bəlkə də heç Stalnova'da yox. Bibi'dən başqa heç kim yoxdur məni öldürə bilən. İndi çalışacağım bu oyunda 4-cü çıxım. Ya 4-cü ya da 1-ci. Arada qalmaq başlamam. Burada indi Najel üstünü atmamıza çox qaşıq olacaq. Bir dəqiqə, mən burada sıxışdım. Neyse, tezdən buradan belə batsın. Aha, hər şeyi qəşək edirik. Bir də bu Spike'ı öldürə bilsəm, çünki Spike mənim ən pis düşmanlarımdan biridir. Nori'də yaxın xarakter olduğu üçün. Ayda, Spike'ın 4-3 oldu. Mən bu Spike'ı nəzər öldürəcəm. Bilet, Charlie'nin üstünə alıp banacağım birazdan. Hazırlaşıram. Hoppala. Aa. Hə, Charlie'ni sən görən qaça bilərsən məndən. Elə bilmə, otomatik sən üstə belə görəcəm. Qəşəng, öldürdük. Yaxşıdır. Amma az qaldı, ölürdüm. İndi qəşəng, ilk 4-də girə bildik. 2000 kupa üstündə ilk 4-də girə bildik. İndi də sona qalan adamlar qaldı. Oyda, bu qrifi mən öldürəməyəcəm deyəsən. Tez. Ya da yox. Qrifin üstə getməyəcəm. Stanova. Zədəmlə cabra. Qəşəng, Stanova da getdi. Bir dəqiqə. Vurma oğlum! Vurma lan! Belə qəşəng getmişkən, buradan Naciyə ölə bilmərəm. Neyse, onsuz da Grifə öldüm. Yəni, Grifə ölməyim çox da belə, nətər demək yəni, çox da belə qeyri-adi bir şey deyil. Qəşək, 3-cü çıxdı və indi keçirik 2-ciyə. 2-cidə Dostuyev var və indi menindədir. Ona da buna salamlar olsun. Edgar. Edgar Main çox da döyülən. Nəyə görə amma Edgar Main'e mində olsa deyim. Burada 10 dənə prestijçisi varmış, halal olsun. Edgar'dan belə toksikləmək mənə çox xoşuma gəlir. Amma ancaq mənə qarşı toksikləyənlərə toksikləyirəm. Ona təcrübəydə. Neysə, Edgar'da yaxşı ki, bütün bufflarım var. Bir ilk 4-də qala biləcəyimi düşünürəm, bastım. Və təzədən oyunumuz başladı. Məni öldürə bilən bir dənə Nori ola bilər, Soldier ola bilər, bir də Otis ola bilər. Nori nəyə görə? Çünki oyunun ən güclü efsanevi xarakteridir. Soldier'dan sonra ən güclü, yəni Soldier'dan da güclüdür bəlkə də Nori. Orada gözündən qaçdı. Haradaydı görəsən Nori? Bax, burada bir yerdə takım alanlar var. Amma mən bu takım alanları öldürər miyim? Təbii ki də öldürərəm. Koltuğun üstünə cümlük. Bu arada Colt da yeni kostüm alır. Mən də günlərim o kostümü aldım. Bu arada bu videodan sonra atacağım o kostümün videosunu. İndi biraz mən bu çallarda zaten pusacağım. Buradaki çallarda. Çünki biraz böyle adam geçsin. Biraz ilk 5'e zaten kalsam. Okay. Surge Otis öldürdü. En büyük baş düşmanlarını. Oy, Mortis'i de Surge öldürdü. Okay. En büyük 2 baş düşmanım öldü. Şimdi burada kimse var. Burada Stanova var. Stanova ne işi var? Ne işi var? Bak. Mortis masum bir şekilde cariye. Benim Max'in xəyal qırıqlıdır. Ayo. Ahmet'i öldürmədim. Saç Mortis'i öldürdüm. Neyse. Onsuz da yine ilk 4'də qalmışım. Ona görə problem yox. Amma mən bu Max'i öldürməliyəm. Mən Max'i çox qızıq oldum. Max'imu sən istədin. Lan.
Ana dislike basacağım. Ama aynı ben nəsə dislike'ım da yoxdur ki. Ne var ama koymamışım. Özlüyorum. Ha sen yedin ben dislike basam. Ben bu Max'e çok bulaşmayayım. Yoksa birazdan rezil olacağım bütün. O da bütün şükürler de dodge'layanmır ama çok süratli değil bu Max. Yok öldüm. Öldüm. Neyse ama yine de ilkçilere kaldık. O da pis değil. Pis değil. Ve Edgar'ımızda 1560 kupa oldu. Bu arada yakınlarda 2000 kupa Edgar videosu da gələ. İçidən çıxdı. Bir dənə buradan Galactic Grey verə bilərsən. Grey kostümü yox. Havaq verəcək. Edgar'ın içi gəldi. Edgar'ın içi qəşəkdir. Xoşlayaram. Bu arada məndə o Winstock kostümlərinin demək olarca çoxu var. Döyəcəm, haradadılar. Bax, Turbine var. Energy Set Sprout var. Bir də şey var idi burada haradasa. Energy Set Sprout çıxartmışdım. Turbine mod çıxartmışdım. Bir dənə də Casual Noble Grizzled Casual kostüm var. Onu çıxartmışam. Neyse, indi keçirik üçüncüyə. Üçüncüyə də gəldik. Hızlı Samba adlı bir qardaşımız var. Və 79.000 kupası var. Çox qəşəkdir. 79.000 kupası var. Yine Edgar. Qardaş, mən Edgar oynamaktan bezdim emişim. Niye hamı Edgar main'di ya? Neyse, bastım. Və təzdən maçımıza başladı. Bu şeyle bir də Stu'dan başqa mən heç kim öldürənməz deyə düşünürəm. İnşallah ki də elə olar. Burada Colt çox böyük bir səhv elədi və getdim ona cəzasını verdim. Qardaşım, sən Colt'la 2 dənə eyni brawlerin yanına gələnmərsən. Ümumiyyətlə 2 dənə brawlerin yanına sən Colt'la gələnmərsən. Əsas da yaxından güclü tam brawler varsa. İndi buradan bunu hoppandım. Oradan da belə sarıcı hoppandım. Of. Muhammed Baba dağıdır. 5-3'ümüz oldu. Əla başlanğıc elədik. Bu arada fərq elədi. Bir dəfə də yəni 5-ci 6-cı zat qalmamışam. Ayda mən neyin eli dedim. İndi söz gözləyəcək va. İndi burada mən nə etməliyəm? Biraz qoy bu çallarda zətdə gözləyim. Onsuz da burada heç kim yox idi deyə bilirəm. Aha bax burada belə şəkil var. Belə şəkil. Abi bul. Ayda bul hiper ulti doldurdu. Hiper kılıç ulti doldurdu. Hem de Buffalo hiper. Ama mənim də Buffalo hiperim var. Aha burada bir tane bulumuz var. Getdim tez o bulu öldürdüm. Bir tane de burada bulumuz var. Of, onu da hoppandım öldürdüm. 8 üçüm var. 8 üçüm var. Sen abla he. Bu da mən burada toksiklik eləyir. Mən burada Rengatar'ımı öldürə bilərəm. Stu da Edgar'a görə çox sıxıntı bir xarakterdir. Bunu mən bir şəkildə tutmam lazım. O məndən hər şey ulti doldurmadan. Onsuz da birazdan mənim ultimi gələcək. Ona görə Stu'ya birazdan çox böyük problemlər olacaq deyə düşünürəm. Dəqiq görüm. Ultini mən belə atsam, biraz alanın gəlməsini gözləyəcəm və tam doğru anda Stu'nu belə öldürüb birinci çıxacaq. Mən adamı öldürürəm, deyərəmsə öldürürəm qardaşım. Bunun o yanı bu yanı yoxdur. Çox qəşəng birinciliyi aldıq. Bu arada mistik çıxdı. Najaya aksesuar. Ayda. Neyse. İndi də gəlirik 4-cü adama. Zarvex. Axı klubda kulübün prezidenti Üsünün dostu Yayıtı Zarvex çıxıbdı. Bu arada onun kanalının linkini də açıqlama qismına qoyacağım. Oradan önce Zarvex'in kanalına abunə olarsınız. İndi Zarvex adlı bir dənə qardaşımızın Mortis xoşlayaram. Amma main xarakterim deyil deyə bilmirəm. Valla mənim mainim Fang'dir. Bir dənə valla Fang çıxsa çox əla olar. Ayda 42-ci seçimə necə bastıq. Və təzdən oyunumuza başladıq. Və Mortis'in ən əzəli düşməni olan Dynamax cəhətdir. Anla qız yanımızda.
Mən bu Danimarkı çıldırtmaram. Danimark sən o aksesuarı boşa atdın ha. Dəqiqə. Bu Danimark yaxşı oynayan oxşuyur. Yox, az uzaqlaşın. Bu Danimark yaxşı Danimark oynayan oxşuyur. Görün bu Edgar'ı öldürürlərəm. Yükün arxasında keçsəm, ondan sonra buradan belə vursam çox çətin. Böyle elədim. Abi məndən nə olacaq qorxur? Edgar Mortis'dən qorxur. Belə bir şey olur ha. Edgar Mortis'dən qorxur ya. Hop, belə atladım və buradan Colt'u da öldürdüm. Colt'u öldürdüm daha doğrusu. Colt da yox. Hələ ilk kilim de Colt. Ne abi, bir adam da olsa təzdən ay qardaşım, mənim bu videodakı bəxtim nədir? Bu çok anormal bir şeydir mənim belə bəxtli olmağım. Oy, Danimark gəlir. Danimark sən aksesuarı var ha. Boşa artıq çox böyük bir səhvlik elədi. Uf! Muhammed Baba! Muhammed Baba! Ben yine birinci çıxdım. Valla Supercell. Buna görə bir dənə bu oynayışa görə ən azı bir dənə mistik verməliydim. Mitik verməliydim yəni. Neyse. Mortis'lə də hələ gedirik. Birinci olub getdik və hələçilik heç bir məğlubiyyətimiz yoxdur. İndi 5-ci adamımız olan Wilten. Bull yəni qəşəkdir. Bu xəritəyə də qəşək gelir. Bu arada dostlar, bir şey demək yadımdan çıxdı. Bu 10-cu adama qədər 56.000 kupaya qədər yəni şey eləmirik. 56.000 kupadan sonra daha önce mən videonu dayandırıram. Çünki video əgər belə getsə bütün kulüp arkadaşlarım video bəlcəsələ dönəcək. Xəzər TV-yə çıxacaq video. Bir saatlıqsa duracaq. Neyse, indi hansı xarakterdə bu Bulu'ydu yəqin ki, hə, bu. Mən Bulumanı burada. Valla Buluma güvənləm. Nədə güvənləm? Həm belə 500 kupanın altındadır deyə, həm də yaxından ayı kimi vurdu xarakter. Valla yine başladık ama bir dənə bu Star Shelly'dən başqa mən burada heç kimi öyrənməz. İndi məsələn Edgar bilə yanıma burada sıxıntı çıxardanmaz. Yaxınıma gəlsə 2 vuruşda onu taxtalı çöyə göndərirəm. Yanımızda Raripo var imiş. Oyda 4000 vurdu. 2 güllədə sonra Edgar getdi də yəni mən yaxınıma girsə. Neyse, qoy büyükləri alayım. Adamlar da yavaş-yavaş bir-birlərini öldürməyə başladı. Bax, bir dənə belə atdım. İndi sizə Bull oynamanın taktiğini göstereceğim. Bull'la birbirini nə tər öldürürlər. Kısa bir dənə teori. İndi bax, icazə versin ki, bu bir sizə vursun. Hə. Ondan sonra da o sizin ultinizi boş-boşuna doldurdu. Ondan sonra da gəls belə tak vura öldürürsünüz. Dəqiqə, indi belə qaçdım. Qaçdım çünki çox acan. Bu Edgar neyini? Bu Edgar'ın başı satmır. Neyse, eni qoy Edgar gəlsin bax. Tak. Uf. Az qol öldürdüm ama bunun hasarı bizi kurtardı. Şimdi bak, karlı hərəkəti vurmayacağım. Ultini vurmayacağım çünki həm super atıp qaça bilər, həm də yəni ultisi ilə mənə dolaya bilər bir daha və bilməyim. İndi Megan üstə gəldim. Oha, aksesuarla öldürdüm ya adam. Burada kim varsa onun üstə gedirəm. Krov var imiş. Krov mənə öldürmə ehtimalı 0. Ayda, yox, bir dəqiqə. Çox hasar yedim. Biraz qaçmalıyam. Karl'la Krov birbiriyle kapışsın. Axırda da kimin az cana qalsa mən onu öldürəcəm. Bir dəqiqə. Əslində buradan belə biraz belə hasar yiyəyi ya. Biraz belə özümün ultisini zat doldura bilərəm. İndi də gəldik Karl'ı burada öldürməyə. Ondan sonra da gəldik buradan Krov'u öldürməyə. Ayda! Ay, Krov çox şey vurdu. Çox vurdu. Neyse, yaxşıdır. Bu arada eğer biraz daha böyle iyileşme şeyini eləsək, mega questimizə, mega görevimiz bitib və bizə 2 dənə mega kutu gəlir. Uşaqlar, demək olar bir 3-4 dəqiqə zatdır burada gözləyirəm, amma hələ də bura açılmır. Bu ekran niyə kilitləndi? Neyse, qoy bir dənə tez-tezdən oyuna gir-çıx eləyim. Uşaqlar, məndə bayaqlarım serveriz bizi yazdı, yəni server nəsə məşğul idi. Bilmirəm bu nətər bağdımı yoxsa həqiqətən serverin nəsə işimi var idi. Neyse, oyuna gir-çıx eləyəndə təzdən açıldı. İndi burada nəsə mesajlaşmalar olur burada, qərbə. Neyse, indi də keçir Raşkaya.
Raşka, məncə bundan bir fənd çıxar. Ayda, Gale. Gale. Of. Neyse. Bu arada hesablarda da heç şey əvvəldən baxmadım deyə, yəni video çox heyecanlı başladım. Yəni nə edəcəyimi bilmədim. Yəni mən o birisi dolandırıcı youtuberlar kimi deyiləm. İndi burada mən Gale tapmalıyam. Gale manı mənim. Gale hardasan? Burada onun Gale'ın kupası çox düşüyormuş. Mən burada şey də çarpmışdım. Shield Blaster şey də çarpmışdım. Kaplumbağa Gale, Shield Blaster Gale. Neyse bastıq. Bu arada uşaqlar, mən indi nəyəsə fərq elədim. Mənim Gale'ım 5 səviyyədir. 5 səviyyə Gale'la mən nə tutacağam. Neyse, ən azından botlar zatlar gəlmiş olar inşallah. Bu oyunda təbii ola verərik. İndi 9 nəfər qaldı sonra. Bir də buradan Baron... O kimlərdə də çok tutmadı. Dəqiqə. Burada rezil olanmaram qəşək. Level Lauren öldürdüm. Baron'u döndürdüm. Yox. Ayda. Nori yox da Nori. 5-ci çıxdım eləmi. Ayda. Bu videodakı hədəfim heç kaybələmədən şey eləmək idi. Belə videonu sonlandırmaq idi, amma o vaxtda bizdə olmadığı üçün eləyənmədik. Neyse, sağlıq olsun. İndi də gəldik. Mənim qaqamın qaqası olan, mən ümumiyyətlə ən yaxın dostlarımdan biri olan Hüsü, yəni Hüseynin hesabına gəldik. Adını tam bilmirəm. Prosto yəni Hüsü qoyubdu, yəqin ki Hüseyin olar da. Ən çox kupa xərcləri yenə Mortis'dir. Mortis'i də bu arada eləmək bayağı bir çətindir. Yəni Mortis'də baxım görüm. Artı 4 trofi. Yəni qəşəng. Burada 105-103 xəritəyi var imiş. Yaxşıdır. İndi keçirəm Mortis'ə. Baxım görüm Hüsün. Bu arada əgər bu oyunu Hüsünün şansını oynayıram. Hüsünün adını oynayıram bu oyunu və Hüsünün şansını oynayıram. Bastım. Və uşaqlar, maçımız tezdən başladı. Mən burada Soldier'dan başqa, bir də Edgar'dan başqa heç kim öldürəməz. Bir də bəlkə də qarşımdakı Mortis'dən başqa. Colt burada neyniyir? Korsan portfalsan deyə kişilənmi? Yox görüm. Ya da görürsən kişilənməkdə haqlıdır. Bilmirəm. Amma burada beleş yük verdi. Çox sağ verdi. Beleş yük olsun. Buradan da təzdən özümə biraz yük kasıram. Mumla kassam, necə da gedirəm adamları öldürməyə. Aksesuar atdım, çünki özdə aksesuar tez dolur. İndi 5 tane adam. Geriyə 5 adam qaldı. Ayda Edgar'ın 5 yükü var. Hayda. Ucuyorum. Don beləsini çıxsam. Niyə Edgar gəlir? Quyruğundan yapışdı bu da. Neysə, ilk dara qalmışıq. Buradan bir yerində şelmeli zat çıxmaz ay görən. Heç lobiya da baxmadım o düzənməli. Colt ölübdür. Buradan da bir yerdən Leon zat çıxacaq deyən. Leon buradan çıxıb. Leon üstündən cımsam öldürənmərəm deyə düşündüm. Çünki Leon yaxından həm yükü çox olduğuna görə, həm də canı çox olduğuna görə, həm də hasarı çox olduğuna görə bayağı bir fazla vurur. Bir də bu Mortis'i bəlkə öldürə bilərəm. Yox, çox böyük səhv elədim. Amma deyəsən, 4-cü çıxdım deyəsən elə. 4-cü çıxmışamış və 2 dənə kutumuz gəldi. İndi birine bastım, buradan 9 yazdı. Bir də 1000 kredi verərsən buradan. Yox, 30 kredi verdi. Bizim şu ama 2300 DP kartları verib çox qəşəngdir. İndi təzədən 9 yazdı. Bir də 1000 kredi də qardaşım. Görən nəyə istərik ki? Bir də 1000 kredi istərik də. Hayda. Neyse. Və buradan 3 qadamı atdalıq. Buradan bir dənə də elmas alıram. Və kaos seriyasını açıram. Baxım görüm nə çıxdı. Nə çıxacaq? 106. Olsa buna mən 1000 altını alalım da.
Bu arada bu 44 elmasla buradan ya buradan bu Preyed Pokonu alacağım. Korsan Pokonu. Ya da buradan hansısa bir tane rozet setini zaten alırım. Rozetler oradaydı. Buradaydı rozetler. Deyəsən burada olmalıyım. Ay yok. Burada da olmaz. Orada olur mu? Burada da değil. Burada değil. Yuh. Aa, rozetleri kaldırıblar. Aa. Neyse. Onu mən buradan gedirəm buradan Preyed Pokonu almağa. Bu Preyed Poko kostümü əslində çox nadir bir kostümdür. 2019-da, 2018-də zətdə verilən bir Poko kostümüdür. Ən azından mən yadımda elə qalıbdı. Amma mən o vaxtlarım Brawl Stars'ı çox belə aralıqlı oyun oynadığım üçün, belə sık-sık oynamadığım üçün onu alamamışdım, amma indi qismətimizə düşdü və gəldi. Və Preyed Pokomuzda alırıq. Equip now. Buradan Preyed G'ni də ala bilərdim, amma Preyed G mənlik deyil. Qobraz buraları baxaq görüb, bəlkə buralarda satda olar. Yox, burada da deyil. Allah'ım, demək ki qaldırıblar. Aa, mən buradan niyə bunu almadım? Hadi bax, bu rozetlərdən birini alardım, Meykaş. Buradan futu alacaqdım. Neyse. Bəxtimiz tutmadı. Şimdi de keçirik bir sonrakına. Və Real Tını Dani'nin hesabına gəldik. İnşallah Max. Max'i çox xoşlayarım. Əla xarakterdir. Amma nətər deyim, mən elə bağımlılığım yoxdur yəni Max'ə. Amma qəşəng xarakter, Max'i xoşlayarım. Max'i xoşlayarım. Bastıq. Və maçımız təzədən başladı. Qarşıya fəng gəlib. O fəngdən biraz ehtiyatlı olmalıyım. Özü bilməm. Burada uduzmaram ne yəni? Ölmərəm. Və ölmədim. Buradan da Max'in bu spreyini bastıq. İndi. Öyle görüm. Ay yok. Neyse, dördüncü çıxdı. Problem yoxdur. Mən dördüncülüyümü aldım. Problem yoxdur. Bu arada mən də biraz agresiv oynayıram, niyə? Yəni, çıxmır da qardaşım. Mən də biraz agresiv oynayıram. Və buradan təzədən star ediyəsini açırıq və nə bok gəldi. İndi də gəlirik son adamımız olan kimə? Bu Azərbaycan bayraqlı birdən qardaşımız. Özü də senior. Mən də senior. Ayda qardaşım, yine Edgar. Edgar kusuram, Edgar. Bir insana nə qədər üst-üstə Edgar çıxır. Bir də burada Colt versən, Stu versən, Frank versən, George versən. Başa düşərəm, yəni. Hər dəfə üst-üstə Edgar olmaz da qardaşım, getmir. Və təzədən maçımıza başlayaq. Qarşımıza 2 prestijli, 2 dənə Vanli gəldi. Ayda özdə ikisi də deyəsən dünya şöhrətdir. Ən azından mənlə fikirləşirəm. Tam baxamadım profillərini. Amma yəni Vanli'nin aldıqlarına görə dünya şöhrət olma ehtimalları çox böyükdür. Bu arada mən deyim də dünya şöhrətiyim, amma əlimdə Vanli yoxdur. Burada qəşəng veysələr dönür. Burada Edgar çıxır. Mən də gəlib, aha. Burada çox qəşəng beyiş yüklər tapdım. Bunları gəlin qırım. Aha, Colt. Colt, sənin üçün gəlirəm, Colt. Buraya gəldim, Colt'u öldürdüm. Vanli. Qardaşım, görür mü Vanli'ni öldürə bilərəm? Heç bilmirəm. Adamla bir vuruşda 2000 kalkan çıxardı özümə. Bilirdim onu bana gəldi. Onu görən bu Edgar'ı öldürə bilərəm. Məncə öldürərəm. Buradan hoppandım. Ama hiper şarjma boşa basmak istemiyorum. Ayda. Ama hiper şarjı boşa bastım. Şimdi öleştim. Yazdı. Ayda.
öldürəcəm öldü. Ayda. 6-cı çıxdıq eləmi. İlk kupa kardeşim. İlk kupa kaybedişim. Neyse. Devam edelim. Problem yoktu. Ve videomuz burada sonlandı dostlar. Eğer bunun part 2'sinin gelmesini istiyorsa yani buradan o birisi klub arkadaşlarımla da bakmamı istiyorsa bu videoya en azı maalesef ki 10 like. Bu videoya 10 like atmazsınız ki ben de o videonu atım. Oldu. Sağ olun. Sağlamat kalın.